Hal-hazırki dövrümüzə qədər, ümumiyyətlə bu proqramın deməli başlanmasına hazırki dövrümüzə qədər 16 mindən çox müharibə əlilli şəhid ailəmiz, eyni zamanda bu kateqoriyalara bərabər tutulan şəxslər mənzillərlə və fərdi evlərlə təmin olunmuşdur. Proses hazırda çox uğurla davam etdirilir. Eyni zamanda müharibə əlillərimizin və onlara bərabər tutulan kateqoriyada olan şəxslərimizin avtomobillərlə, minik avtomobillərlə təminatı məsələsinə də əgər baxsaq, burada 7700-dən 7700-ə qədər adamın avtomobillərlə təminatı məsələsini biz görə bilərik. Bu da bu prosesin deməli hansı səviyyədə olduğunu əyani sübutudur. Qeyd etmək istəyirəm ki, postmüharibə dövründə ümumiyyətlə əvvəlki illərə münasibətdə, əvvəlki illərə baxanda postmüharibə dövründə mənzil təminatı 5 dəfədən çox genişləndirilmişdir. İllər üzrə əgər rəqəmlərə də baxsaq, təbii ki, bunların əyani şahidi olacağıq. Biz dərhal müharibədən sonraki ildə, yəni 2021-ci ildə 3000 imtiyazlı şəxsimizi mənzillərlə və ya fərdi evlərlə təmin etmişdik. Sonrakı illərdə yəni bu proses daha da davamlı olaraq həyata keçirilmişdir və ümumilikdə postmüharibə dövründə 7300-ə yaxın imtiyazlı şəxsimizi, şəhid ailəsi və müharibə əlillərimizi mənzillərlə və yaxud da fərdi evlərlə təmin etmişik. Şəhid ailələri, müharibə əlilləri, eyni zamanda Çernobıl Atom Elektrik Stansiyasında qəzanın ləğvi zamanı əlilliyi müəyyən olunmuş şəxslərin, eyni zamanda 20 yanvar hadisələri zamanı əlil və şəhid olmuş, əlilli olmuş şəxslərin, eyni zamanda şəhid ailələrinin mənzillərlə və fərdi evlərlə təminatı nəzərdə tutulmuşdur. Mən bir məsələyə də diqqət çəkmək istəyirəm ki, müharibədən dərhal sonra deməli ölkə başçısının tapşırığı əsasında Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə, yəni 492 saylı sərəncamı ilə deməli ümumi səbəbdən gözdən əlilliyi olan şəxslərin və valideyn himayəsindən məhrum olmuş uşaqların, yəni internat məzunlarımızın mənzillərlə təminatı da hal-hazırda Nazirliyimiz tərəfindən həyata keçirilir. Avtomobil təminatı məsələsinə gəldikdə isə bu Nazirlər Kabinetinin müvafiq qərarı əsasında tənzimlənir. Kimlərə avtomobil verilir? Mən bu haqda qısa bildirmək istəyirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlilliyi müəyyən olunmuş şəxslər, eyni zamanda hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən olunmuş şəxslər, 20 yanvar hadisələri zamanı əlilliyi müəyyən olunmuş şəxslər, yəni Çernobıl Atom Elektrik Stansiyasında hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən olunmuş şəxslərin avtomobillərlə, yəni minik avtomobilləri ilə təminatı hal-hazırda Nazirliyimiz tərəfindən həyata keçirilir. Ötən illər ərzində növbədə olanların hamısı demək olar ki, avtomobillərlə təmin olundu. Çox az sayda növbədə olan şəxsimiz var ki, düşünürəm ki, qısa müddət ərzində onların da avtomobillərlə təminatı məsələsini həyata keçirə biləcəyik. İstifadə olunmayan, Nazirliyimiz tərəfindən istifadə olunmayan boş qalan mənzillər, 3 və 4 otaqlı mənzillər Nazirliyimiz tərəfindən satışa çıxarıldı. Satışdan əldə olunan gəlir hesabına, yəni bu artıq Cənab Prezidentin özünün də sərəncamında öz əksini tapmışdı ki, satışdan əldə olunan gəlir hesabına regionlarda, Respublikanın digər şəhər və rayonlarında imtiyazlı şəxslər üçün mənzillər və fərdi evlər alınsın, verilsin. Hal-hazırda da proses davam etdirilir. Bildiyim qədər Abşeron rayonu Şəfəq qəsəbəsi yeni yaşayış kompleksində, Ümid qəsəbəsində, Samux rayonunda olan komplekslərimizdə mənzillərimiz var, satış davam edir və satışdan əldə olunan gəlirdən də biz regionlarda mənzillərin alınmasına vəsait istifadə edirik. Son illərdə mən Sosial Xidmətlər Agentliyi tərəfindən həm mənzil, həm avtomobil təminatından daha geniş danışdıq. Eyni zamanda həmin şəxslərin deməli sanatoriya kurort putyovkaları ilə təmin olunması da bizim agentliyimiz tərəfindən həyata keçirilir. Eyni zamanda biz şəhid ailələrimizin deməli yəni ailə üzvlərinin, özlərinin və ailə üzvlərinin də şəhid ailəsi üzvü vəsiqələri ilə təminatı prosesini də həyata keçiririk. Son illərdə bu kifayət qədər artım qeydə alınıb bununla bağlı.